mənim yoldaşım çox vaxtı qohumlara falan getməyə izin vermir. O ailədə ki, tamamən birinin hələ bir ixtiyarı tamamən o birinin əlindədir, qohumlara belə getməyə icazə vermirsə, burada siz yetkinsiz bioloji olaraq, yəni yaşınız artıq yetkin yaşdır. Amma həyatdakı pozisiyanız, yeriniz uşaqdır. Və insan uşaq pozisiyasında qalanda, uşaq rolunda qalanda, amma özü yetkin olanda burada başlayır insan əziyyət çəkməyə mütləq. Bir var sən uşaqsan və sənin valideynin qoymur, onda da sən biraz şey olursan, amma başa düşürsən ki, uşaqsan da. Yəni uşaqlar üçün bu artıq normaldır. Valideyn nəyisə icazə verir, nəyisə vermir. Yenə də qədərində, yenə o da qədərində. Amma burada disfunksional ailə niyə deyirlər? Hər kəsin öz funksiyası var. Ananın, qadının öz funksiyası, kişinin öz funksiyası. Yəni kişinin üzərinə düşən müəyyən bir işlər var, görməlidir, müəyyən bir məcburiyyətlər var. Qadındasa başqa bir. Hamısının müəyyən haqları var, hüquqları var. Burada sizin konkret haqlarınız, hüquqlarınız pozulur. Belə deyək. Qohumlara icazə vermirsə getmək, yəni bu sizin doğal, təbii haqqınızdır. Deməli, o valideyn pozisiyasındadır. Yəni, tranzakt analizdən danışsaq da, belə bir terapiya növü var, belə bir nəzəriyyə var. Tranzakt analizdə nətərdir? Bir insan yetkin rolunda ola bilər, yetkin pozisiyasında ola bilər, uşaq pozisiyasında ola bilər və valideyn pozisiyasında. İki evli insan, yəni cütlük, ailə. Burada ailədə hər şey qaydasında, normal, firavan, huzurlu yaşayırlar. İkisi də yetkin olduğu halda, yetkin. Amma biri valideyn kimi davranırsa, bu olar, bu olmaz, mənim dediyimə qulaq asmasan cəzalandıracağam səni, ya hələ cəzalandırır da, cürəbəcür fərqi yoxdur da, ola bilər maddi durumda sıxıntı yaşatsın, ola bilər hələ, nə bilim, neysə alsın əlinizdən, ola bilər şiddət göstərsin hələ, yəni şiddətin hər növünü. Bu nədir? Bu valideyndir, bu da uşaqdır. Nə qədər siz uşaq pozisiyasında qalmağa davam edəcəksiniz, o qədər də siz əziyyət çəkəcəksiniz. Çünki yaşınız axı uşaq yaşı deyil. Böyük yaşında olub uşaq həyatı yaşamaq, bu psixoloji insana zərbədir. Psixoloji durumuna. Dəvət edirlər, ancaq çox vaxtı gedə bilmirəm. Buna görə dava da olur, ancaq deyir, mən yox deyib icazə vermir bilərəm. Məni buna öyrəşdirməyə çalışır. Mən ona necə başa salım, mənim də ehtiyacım. Başa salmaqla olmur. Sizin ehtiyacınız var. Siz nə edə bilərsiniz? Burada çox kəskin şəkildə şərtlər qoymaq. Sən məni belə qısma boğmada saxlayacaqsansa, sən məni hər kəsdən uzaqlaşdıracaqsansa, yəni bu bir dəfəlik şərt. Onda, məsələn, onda tutalım. Mən də səninlə əlaqəmi hansısa mənada kəsirəm. Tutalım. Mən də onda gedirəm, nə bilim, tutalım, atamgildə qalacağam. Sən fikirlərimi dəyişməyənə qədər, məsələn. Yəni, burada ultimatum lazımdır. Burada bir sizin də kəskin şəkildə öz qaydalarınızı qoymaq lazımdır. Belə eləyə bilərsiniz. Sonra nə eləyə bilərsiniz? Bu insanları, siz necə, burada taktikalarda işlətmək olar, təbii ki. Çünki belə insanları əslində ələ almaq da çətin deyil. Belə insanların deməyəcəyim də dəqiq bu narsistdir. Çünki ola bilər narsistlər sadəcə avtoritar bir belə xasiyyətli insandır da, ola bilər. Yəni, belə insanların sən necə qılığına girə bilərsən də, hələ bil. Biz necə bir var tələb eləyəndə dava ilə, adam var dava ilə sənə, dava eləyərək, tələb eləyərək, ağlayaraq, küsərək, nə bilim nə. Adam var bununla sən onunla danışıq, razılaşmaya gələ bilməyəcəksən. İnsan var, belə razılaşmaq heç vaxt ola bilməz onunla. Yəni, sən bunu xoşluqla, yaxşılıqla, gecə-gündüz başına apararaq yox da. Bildiniz necə? Görsəz ki, yaxşılıqla, xoşluqla başa düşmür. Yəni, birinci insana hər zaman yaxşı-yaxşı. Siz necə onu tərifləyərək, onun yaxşı xüsusiyyətlərini onun özünə deyərək, göstərərək, təşəkkür edərək yetərincə doğrudan ona elədiyi bəzi gözəl bir şeylərə. Yəni, varsa da, əgər varsa gözəl xüsusiyyətləri müəyyən qədər.
Bildiniz necə? Siz necə ola bilər ki, nəysə sizinlə bağlı bir ürəyində incikliyi var bəlkə, vaxtında siz onu dinləməmisiniz, başa düşməmisiniz. Bilmirəm də indi bu nətər insandır. Bəlkə narsistik insandır, bəlkə deyil. Bəlkə sadəcə hə, belədir də, tutalım da ailədən belə görüb, qayda qanun bunlar da belə olub, bu da belə davam etdirir. Elastik insan deyil. Yəni baxır necədir, hər insanın öz belə dili var. Orada itirmək qorxusu da var. Ay haçansa məni qoyub gedər, üz döndərər. Yəni çalışır sizi siz necə kölələşdirsin. Dresirovkadır da burada. Necə heyvanları əhəlləşdirərsən. Bu elə edir ki, siz ona tam uyğun olasınız. Nədən insan belə kontrol eləmək istəyir? Çünki gözlənilir olmağınızı istəyir. Çünki istəyir bilsin ki, sizdən nə gözləyə bilər, nə gözləyə bilməz. Yəni o hala gətirir ki, tam mənim dediyim kimi yaşasın, mənim dediyimdən kənar çıxmasın. Elə olanda onlar rahat olurlar ki, siz nə vəziyyətə gətirib çıxarırlar sizi? Siz onları qoyub getmək imkanı heç vaxt olmasın sizdə. Gücünüzü itirirsiniz də belə. Çevrənizi azaldır, əlaqələrinizi başqaları ilə azaldır ki, siz ona möhtac qalasınız. Siz daha çox buna bağlanasınız. Yaxşı ya pis, fərqi yoxdur. Əsas bağlanasınız buna. Başa düşdünüz necə? Bağlı olasınız ki, siz nə qədər sizi bağlaya bilsə, öz qaydaları ilə, öz qanunları ilə, öz təzyiqi ilə sizi qorxutsa, bağlasa, o qədər də əmin olacaq ki, buradan heç yerə bu üz çöndərməz. Başa düşdünüz necə? Burada itirmək qorxusu da var. Utancısı xroniki olan insanlar kontrola çox meyilli olurlar. Bu da, siz nə ilə bağlı utanc var? O istəyir ki, hamı görsün ki, ola bilər də ələlxüsus tutalım anası, atası, kimlərsə görsünlər ki, mənim həyat yoldaşım ancaq mənim sözümlə oturub durur, mənim sözümdən kənar çıxmır. Yəni burada sizə qadağalar qoyur. Bu qadağaların bir neçə funksiyası var, bir deyil. Həm burada sizi alışdırmaq istəyir ki, ancaq siz onun qaydaları ilə yaşayasınız. Sizin özünüzün qaydanız olmasın. Ümumiyyətlə bu cür şəxsiyyətlər başqasını bir şəxsiyyət kimi görməyə türklər demiş, təhammül etmirlər, dözə bilmirlər. Yəni ki, onun yanında olan, onun həyat yoldaşı, şəxsi həyatı, nə bilim, duygusal aləmi, hər bir şey bununla bağlı olmalıdır. Heç kimlə bağlı olmamalıdır. Ancaq bununla. Nəfəsini alıb verəcəksiniz, buna görə alıb verəsiniz. Düşüncələrinizdə o olsun, hər şeydə o olsun. Sevinirsinizsə buna görə sevinəsiniz, ağlayırsınızsa buna görə ağlayasınız. Önəmli hiss etmək istəyir. Mən önəmliyəmsə mənim sözüm keçir. Mənim sözüm keçmirsə deməli mən önəmli deyiləm. Eybi yox, mən sənə elə şiddət göstərərəm. Sən məni məcbur olacaqsan, önəmli hiss edəcəksən. Önəmli görəcəksən məni. Burada kontrolun funksiyaları çoxdur başqalarına. Bir çox şey sübut edir, öz travmalarına bu çox yaxşı təsir edir. Bildiniz necə? Bir çox funksiyanı yerinə yetirir.